Zor qızlarıq, bomba qızlarıq. Мамочка, я тебя целую, прости меня, пожалуйста. Bunlar dəlidir. Qınamayın. Amma Yəni qınaya belə- da bilərsiniz. Mən öləndən sonra, illər sonra məni Başa başa düşəcəklər. düşəcəklər. Yeni Agresor, keşfim, agresor. İlk sözüm o oldu. Ya сейчас начну плакать. Deyirlər, getdi terapiyaya başlarım. Getdi, motor. Ya Allah. Ya Allah. Yaxşı, Gəldim. gəl belə eləyək. Mən səni Hə. təqdim edeyim, sən məni təqdim elə. Oo, Biraz I daha like fərqli that. olsun. Davay. Məni bu Şəmsdir. Artıq bilirsiniz adını. Adı kimi də özü də solnuşqadır. İnsanların həyatına gələndə solnuşqa kimi onları saqrivat eləyir. Mən indi fidan kimi danışdım. Saqrivat eləyir. İsindirir insanların həyatlarını. Çox belə çox gözəl dostum. Çox gözəl insandır. Çox gözəl anadır. Çox gözəl həyat yoldaşıdır. Amerikaya gəldikdə mənim üçün gələn anda, o ilk toxunuşda point of contact deyirlər. Birinci anda sən kontakta girdiyin insan mənim üçün Şəms olub. Uzun illərdir artıq dostuq. Amerika gələndə dost deyildik. Bunu da vurğulamalıyam. Azərbaycandan tanış Azərbaycandan idik. sadəcə olaraq tanış idik. Amma Amerika köçəndən sonra belə gətirdi ki, dost olduq. Və mən bunu çox sevdim. Dost olmağımızı çox sevdim. Şəmsdə sevdiyim xüsusiyyətləri vurğulamaq istəyirəm. Şəms elə insandır ki, belə hərdən hamımızda olur da. Yəni nə qədər də ki, bu prоработанный, осознанный, ay mən nə bilim magistratura, bakalavriat, mənə 1000 dənə yerdə oxuyursan, amma fərqi yoxdur da, yəni kifayət deyil. Bəzən insanlara sadəcə olaraq belə zəng eləyib qulaq, heç nə deməsinlər, prosta sənə qulaq assınlar lazımdır. Вот она вот этот человек. Позвонишь, скажи, что Şəmsik, I need to vent. Deyəcək ki, buradayam, qulaq asıram. И всё. Hazıram. Hazıram. Da hazıram. Spasibo can, spasibo Nazir. Sən təqdimatından sonra mən çətin uje Hadi aslanım. Hadi. Nazanı məncə hamı tanıyır. Yəni Nazanın necə geniş ürəkli bir insan olduğunu. Nazan ilə biz əslində bir yerdə işləmişik, bir şirkətdə işləmişik, Azerseldə işləmişik, call Bu arada centerdə. Azerseldə işləyənlərə salamlar. Hə, amma elə olmuşdu ki, mən işə təzə düzələndə Naza işdən çıxırdı. Ona görə Naza ilə bizim çox böyük kontaktımız olmamışdı işdə. Sonradan bura köçəndə elə oldu ki, onlar da Houstona köçməyə qərar verdilər. Biz eyni apartment kompleksdə yaşadıq, qonşu olduq və s. və artıq illərdir dostuq. Nazanı mən yəni əsas dostluq tərəfindən deyə bilərəm ki, Naza elə bir dostdur ki, yəni hamının elə bir dostu olmalıdır da. Yəni o mənim üçün burada mənim ailəmdir, dostluqdan ötədir. Belə də ki, siz onu hamınız yaxşı danışırsınız, tanıyırsınız, coach kimi, blogger kimi, gözəl insan kimi, ana kimi, yoldaş və s. və s. və s. və illah. Hep düz oturmaq istədim belə. Bu anda belə biraz düz oturmaq Çox istədim. heyecanlandım. İndi Naza ilə neçə illərdir biz fikirləşirik ki, əslində Gülara sən demiş burada olanlar. Gülar hələ burada yaşayırdı. Biz həmişə fikirləşirdik ki, podcast eləyək. Daha doğrusu həmişə necə olurdu? Həmişə adi söhbət olurdu. Amma adi söhbət dediyim biz Adi belə söhbət. adi olmurdu. Yəni fəlsəfə, dərin, mənalı söhbətlər olurdu. O söhbət qutaranda da deyirdik ki, ayda kaş ki bunu çəkərdik. Bu bir epizod ola bilərdi, Bu podcast ola üçün bilərdi. epizod ola bilərdi. Hə, ona görə siz baxmayın, biz gossipdən, nə bilim nədən, Instagrama videolar qoyuruq. Əslində oturanda kifayət qədər dərin mənalı, Dərin mənalı insanlar. psixologiyadan vurub, fəlsəfədən Vallah hər şeydən danışmaq qabiliyyətinə malik olan insanlarıq. Hə, həm də Bugün- dinə. Yo, demək istəmirəm. Sən davam et. Yəqin başqa bir məqsədlərdən biri də Azərbaycan dilində keyfiyyətli kontentin olmağı, yəni Azərbaycan dilində daha çox kontentin olmağı. Düzdür? Deyirəm indi Azərbaycan dilində, amma arada 100% rus Olacaq. dilində, ingilis dilində. Olacaq. Çünki bu bizim reallığımızdır da. Yəni əyri oturaq düz danışaq. Mən rus sektorunda oxumuşam. Şəms, Mən də. sən də rus sektorunda oxumusan. Mən universitetdə ingilis dilində oxumuşam. Şəmsik
məktəbdə burada oxumuşam, orada Xaricdə xaric yaşamısan, ingilis dilində oxumusan, nə bilim, birinci təhsilimiz deyil, ikinci təhsilimiz də var, o da ingilis dilində. Nə bilim, bura köçəndən sonra Azərbaycan dilinin dəyəri mənim üçün çox daha fərqli oldu. Ona görə hal-hazırda artıq neçə aydır, ay Allah, 8 aydır mən Azərbaycan dili Vay. dərsləri götürürəm və keçən dərsimdə bunu vurğuladım müəllimə. Deyirəm ki, mən artıq hiss edirəm rəfiqələrimə voice göndərəndə daha çox Azərbaycan Vay, dilində fikirlərimi izah eləməyə başlamışam. O da ondan irəli gəlir ki, özümü artıq daha rahat hiss edirəm Azərbaycan dilində. Amma все равно старые паттерны будут проскальзывать. Hazırlığı olun. Yəni ki, görsəz ki, rus dilində, ingilis dilində sözlər var, qınamayın. Amma Yəni qınaya belə- da bilərsiniz. Yəni belə zor qızlarıq, bomba qızlarıq, arada sözlər atırıq deyil də. Yəni doğrudan da beyin 10 ildən çoxdur Amerikada yaşayırıq. Yəni kitabları oxuyursan ingilis dilində, kinolara baxırsan ingilis dilində, ətrafında hər kəs ingilis dilində danışır. Ona görə istər-istəməz bu baş verir. Amma yaxşı bir practice də ola bilər bizə baxanlar üçün ki, Razıyam. onlar da hansısa sözləri özləri üçün götürə bilərlər. Razıyam, tamamilə razıyam. Bugün nə haqqında danışaq Şəms? Bugün bizim sevimli mövzumuz. Burada remarka olmalıdır. Bizim bütün görüşlərimizdə danışdığımız mövzuların siyahısı fərqli ola bilər, amma orada hər zaman bir mövzu var, o da terapiya. 100%. Terapiya mütləq bizim həyatımızda iştirak eləyir. Şəmsik, sən artıq neçə ildir terapiya ilə məşğul olursan? Yəni neçə vaxtdır? Mən başlamışam 2019-da birinci dəfə. 7 il əvvəl. 7 il əvvəl. Aha. Ona görə mənə elə gəlir ki, mənim həyatım terapiyadan əvvəl və terapiyadan sonra da bölünüb. Terapiya məncə mənim həyatımda çox belə mənim həyatımda. Burada bir dənə saxlayaq, kat eləyərik. Siz baxaq vəbşi, sonradan davam eləyək yoxsa Yox, çəkək də. Çəkək. Hə, ya. Allah kərimdir. İnşallah alınar. Belə podkast çəkən yoxdur da. Rahat ol, sister. Go with the flow. Terapiyaya başlamışam 2019-da. Əslində terapiyaya başlamaq səbəbi, terapiya çox maraqlı başlamışam da mən. Yəni nə vaxt ki həyatımda elə bil ki hər şey əslində yaxşı idi on the surface. Yaxşı işim var idi, ailəmdə hər şey yaxşı idi. Magistratura oxuyurdum burada. Yəni qıraqdan baxan üçün həyatım hə, nə deyirlər ona? 5də 5, 10da 10. Yəni tam idi, amma həmin moment hiss eləmişdim ki, içimdə böyük bir disconnect var. Disconnect. Siz başa düşdünüz də. Onda başlamışdım Amma terapiyaya. 2019 düşünəndə bilirsən nə şey gəlir mənim beynimdə belə o vaxt üçün psixoterapiya, terapiya deyilən bir şeylər məncə insanlara çox qorxu gətirirdi də. Yəni indiki zamanda insanlar bunu normal qəbul eləyir. Sən deyəndə ki, mən terapiyaya gedirəm, heç kəs sənə dəli kimi baxmır. Amma 2019-da məncə situasiya fərqli idi, vəziyyət fərqli idi. Razıyam. Məncə indi də elə baxanlar var. Bizim ətrafımızda olmasa da normaldır yəqin. hə, amma kifayət qədər elə baxan məncə var. 2019-da düz deyirsən. Açıq şəkildə deyə bilirdin ki, mən terapiyaya gedirəm. Yoxsa gizlədirdin? Məncə dostlarıma, sənə misal üçün, başqa rəfiqələrimə həmişə açıq deyə bilmişəm. Amma başqa insanlara o qədər də, yəni baxır da, məncə deyə bilmirsən ki, mən niyə görə deyirsən ki, yəni hər şey səndə yaxşıdır, axı niyə gedəsən ki də. Çox maraqlıdır. Niyə soruşuram? Вот эти все вспомогательные профессии, да, bu psixoloqlar, sonra psixiatrlar ola bilər, terapevtlər ola bilər, coachlar ola bilər. Mənim ilk təmasım bu life coachla olub və onun yeganə səbəbi o idi ki, mənim iş yerimdə belə bir well-being proqram var idi. Onlar istəyirdilər ki, insanlar daha çox sağlam həyat tərzi aparsınlar və fərqli şeylərə müraciət eləyəndə sənə insentiv kimi pul verirdilər bunun müqabilində. Nəysə 20 dəqiqə bir ay ərzində 20 dəqiqə əgər coachla danışırdınsa, müəyyən məbləğdə pul qazanmaq olurdu da. Yəni $100, $200. Mən dedim ki, ya nə gözəl, 20 dəqiqə danışmaq
Nə qədər istəyirsiniz, pulsuz da danışaram, burada pul verirlər mənə, lap əla. Gəl gedək danışaq. Nəysə, try elədim, yoxladım və ora gələndə zəng eləyəndə o insanın təbii ki, bir mövzu ilə zəng eləməlisən. Nə səbəbdən zəng eləyirsən? Bura dedim ki, okey də mənim həyatımda ən böyük çətinlik həmin dövrdə mənim yeməklə münasibətlərim idi. Mən ümumiyyətlə çox picky eater olmuşam bütün həyatım boyunca. Mama mənim buradan qulaq asırsa, mamaçka, я тебя целую, прости меня, пожалуйста. Gülmürə xanım. Я тебя люблю, да. Bütün həyatım boyunca mamanı çox əziyyət vermişəm. Nəinki mən, qardaşım da elə olub. Mama saat 5-də oyanırdı, evdar xanım deyildi, yəni işgüzar idi, işi var idi, amma səhər saat 5-də oyanırdı. Hər ikimizə fərqli yeməklər bişirirdi. Atama ayrı yemək bişirirdi. Daha sonra işə gedirdi. İndi mən onu düşünəndə deyirəm ki, mama, ты зачем это делала? Я тебе за это спасибо не говорю. Не надо было. Nəysə, mən çox picky eater olmuşam və düşündüm ki, okey də bu bir mövzu ola bilər ki, mən coachla danışım. Heç bir buna məna yükləmədən mən başladım bu coachla hər ayda bir dəfə 20 dəqiqə söhbətlər eləməyə. Onu deyəcəkdim ki, necə belə mövzu seçmirsə də bizə bidni belə. Çox güzel bir. Düşünürüm ki, əşi 20 dəqiqə bu haqqda nə qədər istəyirsən danışa bilərəm. Amma daha sonra aylar keçdi, başa düşdüm ki, bu coachun mənimlə işləmək nəticəsində mən bir çox tərəvəzlərin dadına baxdım. Mən məsələn ay Allah, soğanın dadına Amerikada baxmışam, brokolinin dadına burada baxmışam, göy soğanın, garlic, nə o sarımsağın. Yəni bir çox tərəvəzlərin, bir çox meyvələrin dadına o coachla işlədikdən sonra baxmışam və onun faydasını gördüm. Amma deyirəm, bunu açıq şəkildə deyə bilirdimmi? Yox. Hətta anama belə, mamaya deyəndə ki, mama mən coachla işləyirəm, dedi ki, sənin nə problemin var? Başında problemin var. Amma bu bax nə bilirəm 2010 öncə də 19 20 19 olardı. Hətta 18 19 olardı düşünürəm o vaxtlar. Ona görə hər kəsə belə açıq şəkildə deyə bilmirdim ki, mən coachla məşğul oluram. Məndə başqa bir mövzu da var idi. Mən biz yoldaşımla Pərvizlə valideyn olmaq istəyirdik. Evlad sahibi olmaq istəyirdik. Və mənim çox böyük qorxularım var idi həkimə getməyə, iynələri görməyə falan. Sən danışmışdın da, deyəsən o vaxt işləyəndə medical punkt var idi. Mən də prosta xəstələnmişdim, yəni soyuq dəymə. Getdim ora ki, mənə iynə vursunlar, düzəlim. Onlar da nəsə soyuq dəymə iynəsi var, hansı ki damara vurulanda çox yavaş vurulmalı da. Onu belə birdən belə zıpladılar. Mənim də gözüm qaraldı, nə bilim qulağımda səs oldu falan. Özümdən getdim. Ondan sonra mən panik atakalar keçirməyə başladım. Sister, Onu oxuyursan? onu oxuyuram çünki hal-hazırda kitab oxuyuram. Psixoanalitik diaqnozu. Və burada belə bir şey var. Iatrogenic problems. Mən də deyirəm, bu nəymiş? Оказывается, врачи в медицинской сфере с целью тебе сделать хорошо, но они могут навредить тебе. They can cause like different problems. Probably səndə o olub. Ay, sağ ol. Onlar sənə vторичный problema yaşadıblar. Yaşadıblar, hə. Ona görə mən də əvvəl başa düşmürdüm də nədir. Məsəl üçün bu iynəni vurdular, mən özümdən getdim falan. Sonradan məndə başladı o epizodlar olmağa. Durduğum yerdə elə bilirdim ki, təzyiqim oynayır, ürəyim başlayırdı döyməyə, elə bilirdim yıxılıram falan. Ürəyimi yoxladılar da, haralarımı yoxlamadılar. Sonradan anama danışanda ki, anam, atam həkimdir də. Bəs belə bir şey olmuşdu əslində. Anam dedi ki, bəs sən panik atakaları yaşayırsan ona görə. Yəni əslində psixoloqa getməyimin səbəblərindən biri də o idi. Which helped. Yəni oyla da o şeylərim keçdi. Amma başqa nələr də orada çıxdı. Məncə o terapiyaya gedəndə belə Pandora boxu kimi bir şeydir də. Yəni sən gedirsən, sonra görürsən ki, aha təzə bir şeylər çıxır içərisindən. Fərqli. Vallahi qurtarmır. Как my mən də hal-hazırda terapiyaya gedirəm və
bəzən özümə hirslənirəm ki, özümü constantly work in progress kimi qəbul edirəm ki, orada da işləmək lazımdır, burada da işləmək lazımdır. Və sonuncu dəfə terapevtim deyəndə ki, "Yo, самооценка у тебя всё нормально, там работать не надо." Dedim, "Слава Богу. Хоть на этом спасибо, что здесь работать не надо." Потому что hərdən həqiqətən də adam bezir ki, aydan nə qədər şey çıxır. Gedirsən terapiyaya, onu üst-üstə bir də başa düşürsən ki, sən qazmısan. Amma sən bir şey deyim, mənə elə gəlir ki, yəni terapiyanın köməyini görən insanlar məhz özlərinə baxa bilən insanlardan, yəni öz daxilinə baxa bilən, problemi ətrafında yox, özündə axtara bilən. Yəni mənə elə gəlir ki, əgər effektiv terapiya istəyirsənsə, birinci kriteriyalardan biri, yəni özünə kritiki yanaşmalı. Düzdür, bizdə bu kifayət qədər çoxdur, bizdə tərsinədir. Amma yəni ətrafa baxanda ümumi götürsək, əsas şeylərdən biridir ki, brightness-i ответственность, yəni öz üstünə o cavabdehlik götürüb deyə bilərsən ki, okey, kimsə mənə bunu eləyib, okey, qəbul elədim, amma mən buradan nə çıxardıram, mən nələr eləyəcəm ki, bu dəyişsin və s. Ona görə yəni elə olmağı məncə yəni başa düşürəm sən nə deyirsən, amma o birisi tərəfdən də sənin həm də superpower var. Razıyam. Heç də danmıram terapiyanın. Положительные стороны терапии вообще не отрицаю. Çox superdir, çünki sənə kömək eləyir broad picture, daha belə geniş şəkli görəsən, daha geniş görəsən hər şeyi, bütün vəziyyətləri. Razıyam, bunu zarafatcasına dedim əslində, amma Не, я к тому, что ты говоришь, что nə qədər öz içimə işləyirəm, şeylərəm, əslində bu yaxşı bir şey. yaxşı bir şeydir, razıyam. Sadəcə hərdən bezirsən, deyirsən ki, ay Allah, bəsdir də. Bəsdir də. Cəmaət işləmir, gül kimi yaşayır da. Горе от ума, честно, горе от ума. Amma olsun. Biz razıyıq buna. Знаешь, что мне интересно, sənin şeyini öyrənmək istəyirəm. Sən ilk dəfə o terapiyaya birinci sessiya qoşulduğun anda olan təəssüratlar var. Oydu abi. Yadındadır. Əlbəttə yadımda. O heç vaxt yaddan çıxmır da məncə. Я тоже читаю книжку. Biz ancaq belə psixologiya Vallahi ancaq. Orada deyir ki, şey gələndə, pasiyent gələndə də birinci terapiyada nələri deyirsə, adətən o ən vacib insightlardır. Adətən həmişə ona qayıdırsan. Yadımdadır ki, birinci özdə şey vaxt idi də, Covid vaxtları idi. Covid idi də, səhv eləmirəmsə, 2019-2020. Covid vaxtları onlayn qoşuluruq telefonla. O qədər həyəcanlı idim ki, Allah, mən nə danışacağam, hardan başlayacağam, nə deyəcəm, bu kimdir, danışa bilərəmmi bu insana? Yəni kör necə inanırsan da birinə. Amma terapevtim kifayət qədər professional biri olduğu üçün, məncə biz də çox açıq olduğumuz üçün, yəni iki tərəfli bir şeydir də. Belə getdi. Yağ kimi. Mən də yadımdadır. Nə yapmışdım mən qoşulanda? İlk sözüm o oldu. Я сейчас начну плакать. İlk başlarda bunu dedim. Sən nə vaxt başladın ona? Mən başladım depressiya vaxtında əslində. Yəni ondan əvvəlki təcrübəm sadəcə olaraq coachla olub və coachla bu yemək üzərində olan bir şeylər idi. Yəni o qədər də ağrılı değildi mənim üçün. Zarafatcasına başlamışdım. Sadəcə olaraq daha sonra müsbət tərəflərini görəndə, faydalarını görəndə dedim ki, "Wow, nə gözəldir." Demək belə də olarmış. İnsanlar sənə kömək edə bilərmiş. Yəni sən bununla bütün həyatın boyunca yaşamaq məcburiyyətində deyilsən də. Yəni əgər sən picky eatersansa, həyatın boyunca bu belə olmaq məcburiyyətində deyil. Bunu dəyişdirə bilərsən. Amma terapiya başlananda isə məhz terapevtlə bu artıq depressiya dönəminə düşdü. Yadımdadır ki, anam xəstələndi. Biz Türkiyədə idik. Biz getdik, onu müalicə elədik. Hər şey çox əla bitdi. Yəni heç bir pis vəziyyət olmadı. Hər şey çox gözəl oldu və həmin an mən başa düşdüm ki, mən çökdüm. Hətta o an yadımdadır. Mən İstanbulda idi bu. Oteldə uzanmışam və bir follow elədiyim terapevtə mesaj yazdım ki, sənin yerin var məni qəbul eləməyə. Dedi ki, mən çox məşğulam, amma sən bir vaxtlar mənə kömək eləmişdin. Mən də blogeram axı. Mən bir vaxtlar Akasda buna kömək eləmişdim, heç yadımda da deyil. Ona görə mən səni bir təhər ortaya salacağam
və sağ olsun məni saldı ortalığa və qəbul elədi. Yadımdadır o ilk seansım, yenə də telefonla idi. O ə, Covid dönəmi idi. Artıq hamımız remote işləyirdik. Hamımız telefonla, Zoomla, nə bilim, fərqli vasitələrlə bir-birimizlə əlaqə qururduq və o həyəcanlı anı. Amma məndə fikrimdə, yəni beynimdə elə bir fikir keçmədi ki, vaxt mən indi buna nə danışacağam. Nədənsə düşünürdüm ki, mən artıq o vəziyyətdəyəm ki, başqa heç kəs mənə kömək edə bilməz. Mən artıq özümə kömək edə bilmirəm və mənim yeganə ümid yerim bu terapevtdir. Bura getməliyəm. Və ilk anda dedim ki, ya сейчас начну плакать. O da sağ olsun dedi ki, burada plakat eləmək olar. Burada ağlamaq olar. Nəysə yadımdadır ki, ilk sessiyamın çox güman ki, nə bilim 80%-ni elə ancaq ağlamaqla keçdi. O da mənim ağlamağıma qulaq asırdı. Belə. Amma daha sonra yəni bu 1 illik intensiv terapiya dönəminə keçdi və çox şadam ki, bundan keçdim. Çünki mənə çox faydası toxundu. Həm terapiyanın, həm mənim terapevtimin. Mənə dayaq oldu o dövrdə. Çox məni yönəltdi, kömək elədi, özümü kəşf etməyə, öz hisslərimi başa düşməyə, başqa insanların hisslərini skan etməmişdən əvvəl öz hisslərimi skan eləyib daha sonra digərlərinə fokuslanmağı öyrətdi. Çox faydasını gördüm. Hal-hazırda davam edirəm, başqa terapevtlə davam edirəm, amma artıq başqa mövzularda. Artıq depressiya deyil. Nazik, bilirsən nəyə fikirləşirdim? Mən when Nietzsche wept, Nietzsche Когда Nietzsche plakal. Nietzsche ağlayanda, bəlkə tərcüməsi Azərbaycanda. Onu oxuduqca fikirləşirdim ki, bir vaxtlar psixologiyanı, yəni təsdiqləməli idilər ki, belə bir elm var da, yəni danışmaqla nəyisə sağalda bilər. Fikirləşirdim ki, o da nə vaxtsa kimsə bunu birinci dəfə danışanda, yəni təzə bunu danışmağa başlayanda kimlərsə deyib ki, bunlar dəlidir. Necə, yəni absurd bir şeydə danışmaqla necə nəyisə sağaltmaq olar da. Amma təcrübə göstərir. İllərin şeyin göstərir ki, təcrübəsi, yəni bu mümkündür yox, bu mümkündən də artıqdır. Yəni elə bir şeyləri sağaldır ki, elə bir şeylərə kömək olur ki, heç bir medical şey olmadan, intervention olmadan. Düşünürəm bu həqiqətən də terapiyanın çox güclü tərəfidir. Çünki bir çox insanlara sadəcə olaraq yəni şey lazım deyil də. Yəni medical dərman lazım deyil, nə bilim, tabletki не нужны. Sadəcə olaraq fikirlərini izah eləyib çatdırmaq lazımdır və yanındakı olan insan o fikirlərini, o şəraiti yaratsın ki, o fikirlərini ifadə edə bilsin, desin və təsdiqləsin. Validation. Məncə bir çox insan terapiyaya o validation üçün gəlir ki, onu ala bilsin. Çox maraqlı mövzudur. Dünən müştərilərimdən biri də, mən hal-hazırda life coachum by the way. Və mənim yanıma da fərqli müştərilər gəlir, fərqli mövzularla və gələn müştəri mənə hələ onu dedi ki, mən başım çıxmır. Niyə? Mən hər zaman kimdənsə o təsdiqi gözləyirəm və bu normaldır. Biz insanıq. Мы друг друга зеркалим, нам хочется, чтобы вокруг нас были люди, которые подтверждают наши мысли, bizim fikirlərimizi təsdiqləyəcək, eşidəcək, bizə hə deyəcək, nə bilim, sən düzgün düşünürsən və yaxud da yanlış düşünürsən, amma bir şey bizə deyəcək, qaytaracaq. Yəni, мы не одиночки, мы социальные существа. Və bu çox normal bir hissdir. O не одиночки deyirsən, sosial sущества. Mən təzə bu kitaba qayıdacağam. Kitabı təzə qurtarmışam çünki hələ kitab. Да. Я ее несколько лет там назад читала, ona görə не то что əsas mövzunu yadımdadır, amma o belə balaca məqamlar yox. Amma o çox maraqlıdır, mənim üçün də repeat olacaq. Orada deyir ki, ты только что indicə dedin ki, biz sosial məxluqlar deyilik də. Deyilik dedim. Sosial məxluqlarıq. Burada bu kitab nədən danışır? Deyir ki, Nietzsche ilə Breyer deyə bir doktor var Viyanada, doğrudan da bu doktor olub. Yəni bunlar fərz eləsək ki, görüşsəydilər və bir-birinə hələ terapiya sessiyaları nə olduğu bəlli olmayan dövrdə bir-biri ilə danışsaydılar, bəlkə də onlar yaradardı onu.
Onda fikirləşirsən ki, orada Nietzsche'dən danışır ki, bu insan 365 günün 200 gününü, yəni çox güclü miqrendən əziyyət çəkib, 200 gününü o aktiv şeydə olmayıb, da state'də olmayıb. Və fikirləşirsən ki, bu müəyyən bir yaşdan sonra öz akademik həyatını buraxıb, professor imiş, oradan çıxıb gedib, bütün tanışlarından uzaqlaşıb, heç bir sosial bunun həyatında şey olmayıb da, interaction olmayıb və bununla da elə kitablar yazıb, elə fikirlərlə şey eləyib ki, özü də özünə deyib ki, mən rождённый после смерти. Yəni insan necə özü özünə deyər ki, məni indi başa düşməyəcəklər. Mən öləndən sonra, illər sonra məni başa düşəcəklər. Ona görə fikirləşirəm ki, bəzi dahilər doğrudan da, yəni biz deyirik ki, sosial interaction bizə lazımdır və s. Amma Nietzsche kimilərini fikirləşəndə deyirsən ki, doğrudan da o dahi olub, çünki onu, yəni ona nə deyirlər ona? Potrебности də olmayıb. Razıyam sənə. Məncə o insanlar tək-tükdülər, yox, dünyada. O dahi insanlar hansı ki nəsə yarat. Başa kreativным людям, мне кажется, нужно быть одинокими. Onlar çünki onların beyinlərində bir dünya var və o dünya üçün başqa insanların interaksiyonu lazım deyil. O dünyanı, beyindəki olan o dünyanı kağıza, qələmə, nə bilim, bir rəsmə ötürmək üçün, bu dünyaya ötürmək üçün onların tək qalması vacibdir məncə. Они очень отличаются от всех остальных. Zaur demişkən, seraya massa. Sonra orada Freudlə, misal üçün, onda Freud cavan olub da. Necə Freud həmişə deyirmiş ki, yo, mən Nietzsche-ni oxumamışam da. Əslində göstərir ki, Freudun dostlarına məktublarında falan gözləyirmiş ki, Nietzsche nə vaxt şey yazacaq, artikel buraxacaq, onu oxuyacaq. Yəni başa düşürsən ki, bunlar bir-birlərindən əslində o dahilər necə ilhamlanıblar, bunun ona necə təsiri olub. Yəni Freud heç vaxt onu boynuna almayıb, amma tarix və məktublar onu göstərir ki, əslində çox ideyalarını elə Nietzsche'dən ilhamlanaraq yazıb. Sonra orasını mən bilmirdim. Qaqaş deyirdi ki, Nietzsche də Dostoyevskidən misal üçün ilhamlanıb, elə bir şeylər var. Ona görə maraqlıdır ki, özdə necə hamısı eyni dövrdə yaşayan insanlar, amma fərqli sferalarda. Çox maraqlıdır, çox maraqlıdır. Nə bilim, vallah, insanlara buradan ötə üst tutub demək istəyirəm, terapiyaya gedin. Mənə elə gəlir ki, terapiyanın ən böyük üstünlüklərindən biri insan özünü tanıyır və adama necə maraqlı gəlir ki, sən fikirləşsən ki, necə yəni özümü tanımaqda. Terapiyaya belə getdikcə başa düşürsən ki, sən özünü necə bilmirsən, yox, ignor eləyirmişsən də. Elə bil ki, mən həmişə xoşlayıram şeyi demək ki, elə bil heç vaxt güzgüyə baxmamısan, birdən belə terapevt sənə güzgü göstərir ki, sən də baxırsan ki, burada bu var imiş, burada o var imiş, burada nə bilim şıram var imiş, burada daha gözəl bir şeylər var. Yəni özün özünlə tanış olandan sonra o deyirlər, getdi terapiyaya başqarım oldu. Əslində isə səncə nədir o getdi terapiyaya başqarım? Məncə özünü kəşf eləməyə başlayırsan. Становишься более любознательным, как сказать на azərbaycanca. Kiməsə yox deyirsən. Çox şeyləri öyrənirsən, həm özün haqqında, həm digərləri haqqında. Свои границы узнаешь, свои вот эти хорошие стороны узнаешь, темные стороны узнаешь. O günləri Şəmsə danışıram. Sonuncu terapiyamda. Onu biz danışmayacağıq. Amma bunu deyim, çünki mən özüm haqqında kəşf elədim. Məsələn, Şəms biraz əvvəl məni təqdim elədi və düşünürəm ki, 90% mənim ətrafımda, ümid eləyirəm, 90% mənim ətrafımda olan insanlar məni təqdim eləsəydilər, məni çox yaxşı bir insan kimi təqdim eləyəcəkdilər. Mən də özüm haqqında o fikirdəydim, ta ki sonuncu sessiyamda mənim terapevtim güzgünü biraz belə tutdu. Mən gördüm ki, mənim yaxşı tərəflərimdən orada başqa tərəf də var imiş və o tərəf aqressor tərəfi imiş. Özümə yeni kəşf aqressor. Qızlara yazıram ki, bundan sonra mənə aqressor nazı çağırın. Amma müəyyən münasibətlər var ki, mən orada həqiqətən aqressoram və mənim
şuuraltı beynim o rəsmi mənə heç vaxt göstərmir də. Yəni bu normaldır. Bizim psixikamız bizi müdafiə etməyə çalışır və yalnız özümüz haqqında daha gözəl şeylər göstərməyə istəyir. Hətta biz özümüzü güzgüdə 5% daha gözəl görürük. Nəinki biz həqiqətən varıq da. Yəni təsəvvür edin, elə insanlar var, özlərinə baxırlar, deyirlər ki, mən çirkinəm, gözəl deyiləm, nə bilim, xasiyyətim yaxşı deyil. Bu həqiqətin hələ 5% üstə gəlmiş bir versiyası. Bu deməli daha 5% azdır. Amma mənim də psixikam özümü aqressor kimi görmürdü. Amma sonuncu sessiyadan sonra düşündüm ki, hə, deməli Nazə sənin o tərəfində var imiş, Nəzrin. Və çox da, как сказать, çox da gözəl bir сессия değildi. Не могу вам сказать, что я получила удовольствие, сидя там и слыша, как терапевт мне говорит, что Nəzrin, bəlkə bu münasibətlərdə sən aqressorsan, o başqa insansa жертва. Жертва, как сказать, təcavüzə məruz qalmış. Не знаю, как сказать на азерbaycanском. Nəysə, жертва demiş. Və çox da, yəni çox gözəl bir sessiya değildi mənim üçün, amma o diskomfortda oturdum, qəbul elədim, dedim ki, mən bunun üstündə düşünmək istəyirəm. Odur, bu gün neçənci gündür? 5-ci gündür. Sessiyam 3-cü gün olub. Yəni 2 gündür hələ də bunu mədəmdə privarit eləməyə, həzm eləməyə çalışıram ki, mən hansısa münasibətlərdə aqressor da ola bilirmişəm. Məncə bu çox böyük açıqlama, şok açıqlama. Az sonra. Zarafatsız məncə onu qəbul eləmək və yəni bunu sonra boynuna ala bilmək, o it takes guts. Yəni hər kişinin işi deyil belə deyək. Ona görə kudos to you. Yəni buna o tərəfdən baxıb həzm eləməyə çalışmaq falan. Yəni bunlar hamısı balaca işlər deyil məncə. Amma şeyə gəldikdə ki, terapiyaya getdi, baş xarab oldu. Mənə elə gəlir ki, o həmişə şeydir də. Yəni həmişə başqalarına bizim özdə society-də də qadınlar başqalarına rahatsan axı da, hə, yaxşı qızam, eləməliyəm, əlbəttə falan və terapiyaya gedib başa düşürsən ki, nələrisə sən vabret sibi özünə ziyan olaraq başqasına eləyirsən, başlayırsan yox deməyə, deyirsən ki, yox falan şey istəmirəm. Onda da ətrafındakılar deyir ki, bu nəsə terapiyaya gedəndən sonra Ты же неудобно становишься. Boże. Mənim ilk terapiyada yadımda qalan məqamlardan o idi ki, ətrafımda bəzi insanlar mənə dedi ki, Nazə, ты стала злее. Sən daha aqressiv olmağa aqressivdir, o zlая, в общем, daha zlая, в общем, я стала. Qəddar. Qəddar, daha qəddar, жестока, как бы, qəddar məndə. Nəysə, daha zlaya, siz başa düşdünüz də. Və gəlib mən bunu terapevtimə deyəndə o dedi ki, bu mənim işimə ən böyük bir komplimentdir. Demək bizim işimiz düzgün yoldan gedir ki, artıq ətrafındakı olan insanlar bu dəyişimi görməyə başlayırlar. Çünki ondan əvvəl mən insanlara yalnız yaxşı bir insan kimi, çox mülayim bir insan kimi, yola gedən bir insan kimi görsənirdim. Amma terapiyadan sonra mənim bəzən belə o başqa tərəflərində açılmağa başladı. Amma еще мне что nравится в терапии, что o sənin başqa tərəflərin açılandan sonra sənin o başqa tərəflərini görüb, amma yenə də səninlə qalmağa seçən insanlar, o sənin üçün insanlar daha da dəyərli olmağa başlayır və səninlə onların münasibətlərin daha da yaxın olur, daha da möhkəm olur. Çünki artıq sən bilirsən ki, bax bu insan mənim pis vəziyyətimi də görüb də, yəni mənim pis üzümü də görüb və buna baxmayaraq mənim yanımda qalmağı seçib. У нас отношения после этого naturally daha close olur, daha yaxın olur. Çox yaxşı point, çox yaxşı məqama toxundun. Məncə o göstərir ki, yəni bu insanlar sən nə keçsən də, nə etsən də bunlar sənin hər versən də sənin yanında olmaq istəyirlər, səni başa düşməyə çalışırlar, cəhd edirlər. Yəni özlərindən bir növ özlərindən keçib deyəndə, yəni sənin halına yanıb və bütün versiyalarında səni itirmək istəmirəm, səninlə olmaq istəyirəm, yəni bu dəyişimi də görürəm, başa düşməyə çalışıram dediyin insanlar məncə yəni o insanlardır. Razıyam. Çünki məncə hər zaman yaxşı olan, hər zaman mülayim olan, hər zaman deyən elə birini sevmək. Çox rahatdır. Çox rahat insanları sevmək çox asandır. Yəni
все бы хотели iметь таких людей в своей жизни. Nə var ki? Sən hər zaman mənə hə dinən, hər zaman mənə qarşı mülayim ol, hər zaman yaxşı ol, heç vaxt mənə yox demə. Mən də səni sevim. Heç bir problem Heç bir yoxdur. problem yoxdur. Gəl ki, sən mənə başqa sifətimi göstərəndə, başqa tərəflərimi göstərəndə, sənin yanında seçməyə çalışma, səni başa düşməyə çalışsam, o zaman daha qəliz olacaq. Sənin Razıyam. yanında yenə də olmaq istəsəm, o daha qəliz olacaq. Bir də məncə bəziləri o egoizmi səhv salırlar ki, yəni kimsə çox egoist olmağa başlayır. Egoist olmaq deyəndə məncə burada çox belə thin line var da. Yəni egoist deyəndə kimsə əgər başa düşürsə, mən məsəl üçün ana olandan sonra başa düşdüm ki, mən özümə çox vaxt ayırmalıyam və qıraqdan bu çox belə egoist bir şey kimi səslənir də ki, necə yəni sən uşağına özünü fəda eləməlisən falan. Amma mən çox yaxşı bir şey başa düşdüm ki, mən yaxşı bir vəziyyətdə olmasam, mən o state'də olmasam, mən onda uşağıma da faydalı ola bilmərəm. Ona görə məncə o özünə sevgi də məhz oradan başlayır ki, yəni sən ətrafdakıları da sevirsənsə, onlara faydalı olmaq istəyirsənsə, birinci o sevgi səndən başlayır ki, yəni uşağına da sən sabah öyrətmək istəmirsən ki, özünü fəda elə, nə bilim, özünü incit, nə var. Başa salmaq istəyirsən ki, okey, sən çox vacibsən, sən birinci özünün qayğısına qalmalısan ki, sonra ətrafdakılara da faydan dəyə bilsin. Razıyam. Мне кажется, это и есть самая настоящая любовь. Çünki bir çox insanlar nə deyirlər? Deyirlər ki, mən başqalarını sevirəm, başqaları üçün hər şey eləyirəm, amma özümə gələndə eləyə bilmirəm. Bu sevginin, başqalarına olan o sevginin həqiqətliyini, как сказать, правдивость, да, вот честность mən həmişə sual altında qoyuram. Çünki sən özünü sevmirsənsə, başqalarını da həqiqətən sevə bilməzsən. Sən onlara qarşı yaxşı şeylər eləyirsən, but not from the clear state of choosing to do that. Sən onu eləyirsən çünki məcbursan, sən onu eləyirsən çünki sən rol oynamalısan, sən yaxşı qadın olmalısan, yaxşı ana olmalısan, yaxşı qız olmalısan. Ondan irəli gələrək bu sevgini göstərirsən, amma istəkdən göstərmirsən. İstəkdən göstərmək üçün həqiqətən ilk öncə özündən başlamalısan. Сначала себя полюби, чтобы ты могла искренне полюбить других остальных людей тоже. Və bu uşaqlara qarşı da keçərlidir. Biz uşaqlarımız üçün rol model olmalıyıq da. Yəni onlar bizdən baxıb öyrənirlər və bu sözlə olmur da. Yəni bir çox valideynlər gəlir mənim yanıma deyir ki, yo, mən hər zaman uşağıma deyirəm ki, ilk öncə sən, amma hərəkətlərində o onu göstərmir. Hərəkətlərində göstərir ki, ana başqalarına özünü fəda eləyir. Yəni на износ она прям может всем все сделать, а себя оставить вот в списке приоритетов çox aşağıda. Onu öyrədirsən də, uşaq da onu görür və onu bir rol model olaraq götürür özünə. Orada artıq nə qədər istəyirsən sözlə, dinlə faydası yoxdur. Onsuz da uşaq bir proyeksiya olaraq sənin hərəkətlərini götürəcək. Ona görə, если мне это выражение тоже нравится, не нужно воспитывать детей, нужно воспитывать себя. Özünüz necə düzgün olmaq istəyirsinizsə, onu özünüzə öyrədin. Uşaqlar sizə baxıb onsuz da öyrənəcək. Onsuz da öyrənəcək. Razıyam. Поэтому эта сторона мне тоже очень важна. Nə bilim, amma bu dəyişən cəmiyyətdə görürəm, çox fərqli insanlar görürəm, çox fərqli analar görürəm. Bizim uşaqlıq dövrümüzdən fərqli olan uşaqları görürəm hal-hazırda və çox sevinirəm. İçimdə çox belə bir nadejda есть, ümidlər var ki, ay Allah, bu növbəti nəsil tam fərqli olacaq. Analar fərqli olacaq, övladlar fərqli olacaq, onların münasibətləri fərqli olacaq. Bizimkindən daha fərqli olacaq və ümid edirəm ki, yaxşı olacaq, daha gözəl olacaq. И птичка к нам тут прилетела подтвердить это. O nəsil demiş, biz həmişə Naza ilə danışanda zarafat elib deyirik ki, biz belə ən bədbəxt sözünü işlətmək istəyirəm. Ortalıqda qalan. Ən belə непонятlı nəsil, hansı ki valideynlərimizlə tamam başqa bir münasibətimiz var. Uşaqlarla tamam başqa bir münasibətimiz. O çoxlu belə zarafatlar da var da ki, deyir anamla hələ də şey eləyirəm, anamla, atamla. Buradan da uşaq məni şey eləyir hələ də. Yəni ortalıqda o hansısa chainləri qırmaq istəyən, nələrsə dəyişmək istəyən bir generation olaraq məncə bizim işimiz çox gəlizdir. Quite tricky. Çox gəlizdir.
İndi bura gələndə başqa bir rəfiqələrimlə Kanadada yaşayan Gülnaz, öpürəm səni buradan mənə baxsan. Onunla danışıram. Ona danışıram ki, Caneli hal-hazırda yeni bir məktəbə qəbul eləyiblər və mən bu məktəbə müraciət edəndə qorxumdan, bunu vurğulamaq istəyirəm, çizmək istəyirəm altına ki, qorxumdan övladıma deməmişəm. Yəni apply eləmişəm məktəbə. Amma övladımdan o qədər qorxuram ki, deməmişəm ona ki, mən müraciət eləmişəm o məktəbə. Demişəm ki, nəticə çıxacaq, çıxmayacaq, qəbul edəcəklər, eləməyəcəklər. Yəni решаем проблему по мере поступления. Müraciət edeyim, görüm nə olar da. Neyse cavab gəlir ki, bunu qəbul elədilər. İndi mən içimdə O, kstati, Houston'ın ən gözəl məktəbidir. Yəni bir nömrəli məktəbidir. Ona görə bunu Bəli, qeyd bəli. eləyim. Canel ora qəbul olunub. Neyse indi cavab çıxıb, gəlirəm Zaura deyirəm ki, yoldaşıma, ay Zaur mən qorxuram, yəni sevinirəm içimdə, amma bir tərəfimdə də qorxuram. Nədən qorxuram? Nədən qorxuram? Caneldən qorxuram. Çünki gəlib mənə deyəcək ki, mən səndən xahiş eləmişdim, sən ora müraciət et. Mən səndən heç bunu istəmişdim. Sən məni niyə zibilə salırsan? Sən məni niyə problem yaşadırsan? İndi anamla danışıram, deyirəm ki, mama, indi bilmirəm bu həngamə olacaq, gərək buna danışım. Mama da mənim qulaq asır, başa düşə bilmir də, yəni ki, что значит я ее боюсь? Deyir, Nazır, deyəcəksən ki, mən belədir də, yəni sən artıq bu məktəbə gəlirsən. Və mən başa düşürəm ki, mən hal-hazırda belə indiki vəziyyətimdə 37 yaşım var, mən öz anamdan çəkinirəm. Mən bunu qəbul eləyirəm, etiraf eləyirəm. Mamam mənə indi desə ki, Nazır, sən o universitetə qəbul edirsən, deyəcəm ki, yes ma'am, yes ma'am. Amma mənim qızım başqa nəslin övladıdır və onun üçün fərqlidir. Nəysə, indi içimdə bu, ay Allah, mən bunu nətər deyəcəm qızıma, fikirləşirəm və Zaur gedib Caneli götürməlidir məktəbdən. Sağ olsun o da yolda artıq ona deyib, qapı açılır, mən baxıram belə Canelə ki, mən indi buna necə bunu deyəcəm. Görürüm sevincək olaraq gəlir ki, mama, ты знаешь, меня приняли. Deyirəm, oh my god, deyirəm, sən harada mısın? Papa mənə dedi yolda ki, mən qəbul edirəm. Deyirəm ki, və sən, və mən təbii ki, sevindim. Deyirəm, hə? Sən sevindirsən. Deyir ki, əlbəttə, bu nə güc sualdır mənə, deyir, mama verirsən. Əlbəttə, ya хочу better education to study in better school. Daha yaxşı məktəbdə oxumaq istəyirəm, daha yaxşı təhsil almaq istəyirəm. Və mən içimdə dedim, ay Allah şükür, çox sağ ol, çox sağ ol. Və mən başa düşürəm nədən irəli gəlir bu qorxum. Çünki bundan əvvəl belə bir təcrübəm olub. Keçən il idi. Bunların məktəbində piknik idi. Valideynlərlə bir yerdə. Nəysə gəlmişəm. Müəllimə bunu tərifləyir, deyir ki, sizin qızınız belədir, elədir. Canır belə poker face-dən durub belə baxır. Heç nə demir də. Deyirəm ki, oy çox sağ ol müəlliməsə deyirəm. Necə mənə xoşdur, çox sağ olun, bunu eşidirəm. Müəllimə deyir ki, mən ümumiyyətlə düşünürəm ki, o zaman Canel 4-cü sinifdə oxuyurdu. Mən ümumiyyətlə düşünürəm ki, Canel 6-cı sinifdə oxumalıdır, yəni 4-cü sinifdə oxumamalıdır. Və sizə təklif eləyərdim ki, siz gedib imtahanı verəsiniz. Bunu keçirəsiniz birbaşa 6-cı sinifə. Nəysə çıxırıq oradan, Canel mənə belə baxır, deyir, don't you dare. Yəni, даже не smey, birdən belə fikir ağlından keçər. Məni heç vaxtı o imtahana yazma. Birdən belə olsa ki, mən eşitsəm ki, sən məni belə bir imtahana yazırsan, mən qəsdən gedib o imtahanı pis yazacağam ki, keçməyim də. Yəni çox keçməyim. Mənim içimdə o vaxtdan qorxu var. Ona görə də mən qızımdan qorxuram. Buradan iki şeydir də. Birincisi, toşda beynimizdə biz bəzən ən belə qorxulu ssenarilər yaşayırıq. Əslində həyatda elə olmur. İkincisi də Nazlı, sən o qədər yaxşı başa düşürəm. Mən 3 yaşlı uşağımdan qorxuramsa, 3 yaşım var da, ya hər gün soruşur ki, mama bugün neynədin evdə? Mən belə 5 dəfə cavab verməmişəm, fikirləşəm ki, nəyi deyim ki, bu çox rastroyca olmasın ki, xeyr ola, mənsiz falan şey eləmişsən. Ona görə, yeah, I hear you. Biz o orta nəsli və Canellə də danışanda deyirəm ki, necə belə oldu da? Yəni əvvəlcə valideynlərimizdən çəkinirdik, onlara yəni please eləməyə çalışırdıq. Onların yolunda necə deyim onu Azərbaycan dilində? Onlara please eləməyə çalışmışıq da. Угодить. Мы пытались родителям своим угодить. Это было нормально. Дети по природе bu arada çok böyük yağış başlayır. Kamera görəsən suda. İnşallah ki su değil.
Yəni belə podkast çəkmirlər. Amma biz Heç nə hazırlaşmayıb. Prosta oturub bədahətən çəkirik. öz güvənin şeydə. Görsən level God. Yox, əslində yəni Nazanın da işi var. Hər birimizin ailəsi, işi. Biz bunu eləyəndə fikirləşdik ki, elə bir şey eləməliyik ki, bu bizə burden kimi olmasın da, bizə xoş olsun hər dəfə gəlib bunu çəkmək. Ona görə nalehyə. Bəli, çox şişirtmə. Elə bil ki, siz də burada oturmusunuz yanımızda, belə kofe içirik bir yerdə, müzakirə də eləyirik, söhbət də eləyirik. Niçего zaumного. Amma yavaş-yavaş zarafat, amma yağış belə. Şusunun yağışı yəni elə belə yağışlardan deyil. Нужно как-то закругляться, wrap up eləmək lazımdır. Nəysə, bu məqamda məncə biz şeylə bitirə bilərik ki, növbəti podkastda hələ bu millenniallar, yəni bizim nəslimiz haqqında, bizim challenge-lərimiz haqqında danışa bilərik. Məncə danışa bilərik. Sizə nə maraqlıdır, siz deyə bilərsiniz, o haqqda danışa bilərik. Suallarınızı verə bilərsiniz. Psixologiyadan, uşağı tərbiyə eləməkdən, uşağı tərbiyə eləməkdən, Amerikada yaşamaqdan, Azərbaycandakı nə bilim fərqdən, nə maraqlıdırsa, hə? Biz hər şeyə açığıq. Hər şeyə, hər söhbətə varıq. За любой кипиш, как говорится. Biz hədiyən qızlardanıq. Yaxşı ki, bu mövzularda ancaq yaxşı hədiyirik. Amma ya уже вижу капли на камере. Ona görə vəziyyət gəlizdir dostlar. Gəlin sağollaşaq. Öpürük sizi. Gələn görüşlərədək. İnşallah bir şey alındı. Kanalda açdıq ha. Vallahi, bu macaz.